Salam əziz və dəyərli izləyicilərim. Gözəl xanımlar, son vaxtlar sizlərin də qarşısına çıxmış olar. Bir krem paylaşır hamı ki, bir günə üzü bərpa eləyir, bir günə üzü gözəlləşdirir, parıltı verir. Suallar gəlir ki, Məryəm xanım, bu doğrudan da belədirmi? Bəli, doğrudan da belədir. Möcüzəvi bir şeydir. Deməli, indi mən sizə göstərəcəm. İki cürü var. Deməli, var ki, suda krem, görmüş olarsınız, suda krem yazılır. Suda krem, bir də var oksit sinklə olan maz. Deməli, krem, mənim əzizlərim, deməli, dəyişik salmayın. Var sinkovi maz, mən paylaşmışam, çox, həm ucuzdur, bu da ucuzdur, elə bahalı deyil. Var, oksit, baxın üstünə yazılıbdır, oksit sinklə olanı var. Demək, bunu doğrudan da, bax, belə bir ağ, bir görmüş olarsınız, şotka ilə vururlar üzlərinə, şotka ilə başlayırlar sürtməyə. Mən şotka ilə məsləhət bilməzdim, mənim çox videolarımda var, belə üz üçün şotkalar var, spesialini, yumuşaq. Bəli, axşamdan vurursunuz, göz altınıza vurmursunuz, üzünüzün hər yerinə vurursunuz. Həqiqətən də böyük sloy vura bilərsiniz. Amma mən sizə bir sir verim. Çoxu danışır ki, gecə, mən bunu gecə eləmirəm. Deyin, niyə? Adam yatır, paduşkaya zada dəyir, adamın üzü gedir, səhərə qalmır, bütün yayılır, paduşka da yaman günə, yastığa da dəyir, yastıq da yaman günə düşür. Mən bunu səhərlər eləyirəm. Yəni, axşam mənim var videolarım, baxarsınız, Bepanttenim var, Blefarogelim var, çox videolarım var. Girib baxa bilərsiniz YouTube-da və TikTok səhifələrimdə. Çox videolarım var üz qulluğum üçün. Baxın, 54 yaşım var, maşallahlar olsun, özümdən çox razıyam, heç botoks etdirməmişəm, istəmirəm də, çünki qırışlarımla özümü sevirəm, görərsiniz, bax, burada brılya deyirlər, o yerindədir, alnımın qırışları yerindədir, amma çox gözəl üzümə qulluq eləyirəm. Yəni, mən bunu axşamlar sürtmürəm, səhərlər sürtürəm. Desəniz, Məryəm xanım hardan alınır? Baxın, üstünə də yazılır, zaşitni krem, qoruyucu krem, həqiqətən də qoruyur, üzünüzə parıltı verir. Baxın, üzünüzdə elə bir bariyer yaradır ki, prişklər varsa qurudur və üzünüzdə başqa bir, dediyim kimi də uşaq dərisidir və yataq xəstələrində bir nömrəli dərmandır. Yataq xəstələrində yaralar olur, əzizlərim. Bax, o Allah hamısına şəfa versin. O yara, axı, lipoy kremi vuranda, ədyal dəyəndə, nə bilim, su dəyəndə gedir, tərləyəndə gedir. Amma bu nə suya, nə tərə təsir eləmir. Uşaqlar üçün vura bilərsiniz. Uşaq qızarıbsa pampersi giyindirəndə bunu vurursunuz, bu getmir. Yəni, orada vlaqa, nəmlik qalırsa, yəni onu ötürür. Ona baxmayaraq doğrudan da qoruyur. Dərinizdə bir gözəllik yaradır. Hər gün vura bilərsiniz. Bir şey ki, əgər uşaqlar üçün olursa, demək ki, xeyri var. Bəli, mən də sual verirsiniz ki, istifadə eləyirəmmi? Bəli. Suda kremin içində də oksit sink var, mənim əzizlərim. Suda kremin bir dənə bundan fərqi var ki, görmüş olarsınız xarici blogerlər, postlar hamı paylaşır Azərbaycanda da. Mən keçən ildə, iniş ildə, 2 il bundan qabaq da, keçən ildə paylaşmışdım bu krem haqqında. Amma gördüm, bugün yenə də suallar gəlir, bir də paylaşıram, mənim əzizlərim. Baxın, suda kremi də göstərirlər, bunu da göstərirlər. Suda kremlə bunun fərqi ondadır ki, suda kremdə bir dənə, onun da tərkibi oksit sinkdir. Amma birazca keydici bir təsir göstərir. Yara zad varsa, birazca keydir o yaranı. Qalan eyni təsiri göstərir. Ağartmaqdır, ləkələri aparmaqdır, prişkləri qurutmaqdır, qara nöqtələri aparmaqdır. Dediyim kimi, üzünüzü başqa bir eləyir. Bir gözünüzün altından, qaşınızdan başqa, hətta boynunuza belə vura bilərsiniz. Üz şotkaları olur, yumuşaq, onunla belə vura bilərsiniz. Heç eləmirsiniz. Mən adicə şotkasız da üzümə vururam, qəşəng qalın sloy vururam. Özdə belə bir şey var ki, bax, bu dəqiqə bu mənim üzümdədir. Təsəvvür edirsinizmi? Səhər vurmuşam, özünə çəkibdir. Başqa bir parıltı verir. Özümə baxıram, deyirəm, elə bir ki, nə bilməyin, necə qulluq olunmuş dəridir, bilinir, baxan kimi. Yəni, üzümdə budur, özünə çəkir, saxlayır. Mən axşama kimi saxlayıram, axşam üzümü yuyuram, başqa bir prosedurlarım olur. Yəni, Bepanttenim, baxsanız bilərsiniz. Yenə də üstündə qoyacam, mənim əzizlərim, suda kremi də qoyacam, bunu da qoyacam ki, biləcəksiniz hansıdır, hansından istifadə etmək olar. Yəni, suallarınıza bu cavabları da verdim. Mənim əzizlərim, gözəl xanımlar, özünüzə dəyər verin. Nə edirsiniz, eləyin üstdən, içərdən sağlam deyilsinizsə, üstdən xeyri olmaz. Bol-bol ilıq suylarınızı için, stresdən uzaq olun. Saçımız, üzümüz, dırnağımız, qaşımız, kipriyimiz bizim iç orqanlarımızın aynasıdır. Gərək sağlam həyat tərzi sürəsiniz, sağlam yiyəsiniz, mənim əzizlərim. Görürsünüz, hara gedirəmsə, sağlam qidalar özümə sifariş edirəm. Siz də bunu edə bilərsiniz, mənim əzizlərim. Və bütün videolarımda dediyim kimi, sağlam həyat tərzi sürmək istəyirsinizsə, artıq bütün dünyaya səs salmışam, çünki artıq tanınmışlar belə, xalq artistləri belə mənim qrupumdadır. Ona görə ki, bir mütəxəssis olaraq, diyetolog, nutrisiolog olaraq təhsilli, mən dərmanlardan uzaqlaşdırıram. Qəbz olursunuz,
olursunuzsa, sizə sena çayıdır, acı qotudur, dəvə gözdür. Bunları qadağan edirəm. Çünki bağırsağımız bizim 70% immun sistemimiz üçün cavabdehdir. Siz də onu şikəst edirsiniz və xəstəliklərə düçar olursunuz. Və yaxud köpürəm deyirsinizsə, mən sizə pankreatindir, Allah oldu gündə için deməyəcəm. Ona görə ki, bir mütəxəssis olaraq bilirəm ki, o sonra sizə mədə-altı vəzniniz ferment verməyəcək. Ən əsası sizə nə arıqlama çayı, nə arıqlama kofesi satmayacağım mənim əzizlərim və su diyeti aclıq olmayacaq. Yekə qarnından azad olacaqsınız. Su diyeti ona görə olmur ki, bütün vitamin, minerallar yolur orqanizminizdən və sizə heç nə satmıram. Yenə də deyirəm, kolesterolunuz aşağı düşəcək, zəhərli triqliseritləriniz aşağı düşəcək, amma heç bir statin tərkibli dərmanlar içmədən tam təbii, sağlam həyat tərzi ilə. Mən doğrudan da məhdəl qalıram ki, necə siz hər ay hansısa bir dietoloqa pulu ödəyirsiniz. Qəbizlikdən azad olmaq üçün sizə dərmanlar deyir, çaylar deyir, şamlar deyir, köpürsünüzsə sizə dərmanlar deyir, kolesterolunuz yüksəksə sizə dərmanlar deyir. Onda o nə dietoloqdur əgər sizi sağlam həyata yönləndirmirsə mənim əzizlərim. Deyərdim ki, dünyada belə bir qrup yoxdur ki, ili 20 manata. Yəni hər ay pul vermirsiniz, bircə dəfə 20 manat ödəyirsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır mənim əzizlərim. Amma yetər ki, WhatsApp nömrəmi düzgün yazasınız. İstər kətdən, rayondan, şəhərdən, xarici ölkədən ki, dünyanın hər yerindən maşallah olsun qrupumda var və düzgün yazın. Baxın, mən necə tələffüz edirəm, o cürə yazın. Heç bir əlavələr, tirədir, nömrələrdir, özünüzdən əlavələr etməyin. Necə eşidirsinizsə o cürə yaddaşa salın. Təbii ki, istəyirsinizsə sağlam həyat tərzi sürmək, bütün gözəllik sirlərimi xanımlar sizlərlə bölüşəcəm. Qızıl qaydalarımla bir yerdə. Üstə gələk 7 901 288 26 94. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Çünki şükür özdə böyük bir nemətdir. Onu da Allah hər adama qismət eləmir. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.